Yo, bir dəqiqə kim vurur səndə? Siz keçən il bəyənmədiyiniz 2 dənə oğlan. Danışa bilərsən. Yəni İndi danışaq. orada oynamışam, indi pulla pulsuz getmişəm, fərqi yoxdur. Ne bileyim bizim sponsor sağ olsun kol vurana da pul verir. Kapçı toptur ona da pul verir. Mənim oyunçularım çıxmır. Bir dəqiqə gözlə. Bir də qol olsa, sən gəl burada sevinsən komanda ilə. Sənə qırmızı verəcəm. Bu hakim ya saatı yox idi, bilmirəm, ya da saatdan başa çıxmırdı və ya da harasa tələsirdi. Deyək ki, burada topuq sındı, qol sındı, hər şey sındı, yəni maraqlı oldu da. Olar ki, məsələn, gələn turnirdə ümumiyyətlə təşkilatçılar oynamasın. Aa, süper olar, süper. 4-cü mövsümdə təşkilatçı oynayır. Əvvəla xoş gəlmisiniz. Çox böyük əslində iş gördünüz. Çox möhtəşəm mövsüm keçirdi. Çox gözəl oyunlar keçdi sözünə açıq. Çox möhtəşəm keçdi. Ancaq burada bizim yığışmaq məqsədimiz odur ki, çoxlu sual var. Həm bizim sualımız var sizə, həm də sizin sualınız var bizə. Birinci sual həkimlərdən narazılığınız nədir? Konkret epizod deyil. Axırıncı oyunda da hakim, belə deyim də, komandanın belini qırdı. Bu Nikonun özü ilə də danışmışam. Niko da özü mənə bir kəlmə dedi ki, düz deyirsən, orada qırmızı var idi. Yəni birinci epizodda topu əllə saxladı, ona sarı verildi. Amma ikinci epizodda oyunçu qaçanda arxadan tutdu, dartdı, ona heç bir sarı vermədi. Və oyun qutarandan sonra deyirəm ki, niyə sarısını vermədin? Deyir ki, yanında oyunçu var idi. Yəni belə çox dəxilsiz bir səbəb gətirir mənə. Onsuz da hər şey olub qutarıb biz uduzmuşuq. Oyun qutarıb mənə deyir ki, yanında oyunçu var idi, ona görə vermədim. Səhv eləmirəmsə həmin hakim idi, birinci oyun idi ya da birinci oyundaydı. Bizim qol vurub bizim komanda, hamı sevinir. Mən də skamyadan gəlib ora qədər qaçmışam. İndi bu boyda Vesdən qaçmışam da bir tər. Mən orada deyir ki, bunu zarafata desə, mən demərəm bunu burada. Onu mən orada zarafata desəydi, burada açmazdım o söhbəti. Mənə deyir ki, sən bir də bura gəlsən, yəni qol olsa, gəlib burada sevinsən, sənə qırmızı verəcəm. Belə dayandım, baxdım sifətinə, deyirəm, ciddisən yəni. Deyir, bax, sən axırıncı dəfə xəbərdarlıq edirəm. Bir də qol olsa, sən gəlib burada sevinsən komanda ilə, sənə qırmızı verəcəm. Bizim əsas iradımız hakimlərədir. İndiki onlar bilmirəm hardan gəlirdilər. Ümumiyyətlə bir də futbol ümumiyyətlə hakim olublar, olmayıblar. O barədə biz çox belə biz narahat olduq. Niyə? İkinci oyunu desən də bizdə ikinci oyunda elə oldu ki, bir moment oldu, kimsə zədələndi, ayağı desən nəsə çıxmışdı və bizim oyunçumuz getdi, köməklik göstərdi. Mən getdim razdivalkaya. Razdivalkada bizim oyunçumuz bir narahatçılıq elirdi. Bilmirəm hakim kim idi. Hardasa ortalama deyim də bir 15-20 dəqiqə oyun dayandı rahat şəkildə. Biz qayıtdıq, hələ mən gəldim, qayıtdım, hələ biraz da dayandı. Həmin o zədələnən uşağı çıxartdılar, əl çaldı. Bir 3 dəqiqə də oradan. 8 dəqiqə əlavə vaxt verdilər. 8 dəqiqə ümumi və bu 8 dəqiqənin cəmi 5 dəqiqəsini oynadıq. İndi sadəcə olaraq burada sual yaranır ki, bu hakimin ya saatı yox idi, bilmirəm, ya da saatdan başa çıxmırdı və ya da harasa tələsirdi. Yəni görüşə, yaxud da futbola, bilmirəm. Yəni futbolda nə də futbola baxmağa da, yəni bilmirəm nəsə. Onunla bağlı yenə də iradımızı bildirmişik. Yeni başa düşürəm bunu siz bu hakimlər AFA tərəfindən verilir. Sadəcə olaraq gələn dəfəyə bu məsələlər, çünki futbolun ən vacib tərəfindən bir istəsəm hakimlərdir də. Ya olmasınlar özümüz eləyib bir tər nəsə yol, ya da gəlirlərsə normal şəkildə, yəni media liqaya düzgün yanaşsınlar. Çünki mənə elə gəlir ki, bu liqada olan insanlara, burada iştirak edənlərə hörmət qoyulmalıdır. Burada hamı özlərinə görə hərə öz sahəsində, yəni hörmət qazanmış və yaxşı iş göstərən insanlardır. Mənim fikrim budur. Çempionluğa ən layiqli komanda Panenkanın üzvü Tural Məmmədli. Deməli, həmin oyunda, axırıncı oyunda, ilk oyunda da vəziyyətlər var idi. Səbuhid də hakim axırıncı oyunda bizdə. İlk oyunda da offside ilə bağlı vəziyyətlər var idi. Mən özüm bir məqamda xəttdə dayanmışdım. Yəni xətti gözlədik də, xətti şəkildə. Amma yan xətt həkimi bayrağını qaldırdı. Gelib onu da bildirəndə ki, yəni mən özüm gözləmişəm də, görürsən ki, süni oyundan kənar vəziyyət yaradırıq da, biz nə edirsən sən? Nəsə etiraza görə sarı verdi. İkinci oyunda Fuad dediyi epizodda söhbət nədən gedir? Bir var, səhv olsun oyunun nəticəsinə təsir etməsin. Bir də var ki, Hüseyin hamımız bilirik ki, çempionatın ən güclü müdafiəçilərindən biridir. Astion komandasının, yəni onurğa sütunudur da, biz onu bilirik. İlk epizodda bayaq Fuad da dediyi kimi əllə topu məhəllə futbolunda kimi əllə müdaxilə edir və təhlükəli potensial hücum var idi. Ola bilərdi ona da hətta qırmızı vermək olardı. Okey, sarı verdi. İkincilə formasından da artır. Deyir ki, yanında oyuncu var idi. İndi burada Vüqar Nadirov oturub, Nuqzar oturub. Yəni burada onlar hamımızdan yaxşı bilirlər ki, elə vəziyyətdə yalnız qırmızı vərəqə
məsələsində o biri oyunçu çatırsa müdafiəçi verək. Amma formadan dartdınsa həm də potensial hücum vaxtı bu birmənalı şəkildə sarıdır. Və təsəvvür edin ki, birinci hissədə Hüseyn qırmızı vərəqə alıb çıxırdı bayıra və onların müdafiəsində Hüseyn olmurdu. Yəni bizdə onsuz da bədbaxt gündə qalmışdıq həmin oyundan qabaq. 5 nəfərimiz yox idi. Yoxsa Niko birinci time həll eləyəcəkdi oyunu, həmin oyunçular olsaydı. İndi burada deyirəm rahat. Yenə də penaltidən o problem deyil, lotereyadır bir şeydir. Amma sonra Səbuhiyə də gəlib yaxınlaşıram ilk hissədə, deyirəm ki, belə eləyir. Narahat olma, mən bilirəm səhv eləmişəm. İkinci hissədə yoluna qoyarıq, problem deyil. Hakimin dediyi sözdür. Mənə lazım deyil, həll eləsin, düzgün qərar verir. Buna görə biz finaldan olduq. Yəni ki, bu həqiqətən də biz burada bilirlər ki, çox istəyirdik. Yəni bunlar oyunun nəticəsinə birbaşa təsir edən məqamlardır. Zarafat bir qırağa, yəni finala çıxanlara da uğurlar arzulayıram. Hamı layiq idi finala burada, amma ən çox Panenka layiq idi, yenə deyirəm. Tural, çempionat başlamamışdan qabaqda bütün komandalar bizi birinci time'dan həll eləmək istəyirdilər. Amma vallahi hamını həll eləyə gəlib finala çıxmışıq. Bu birinci mövzu. İkinci mövzu, bizim komandada komandanın sütunu deyə bir şey yoxdur. Bizim hamımız elə komandanın sütunu yoxdur. Oradan elə bir komanda yaratmışıq ki, elə ona görə Mehdin oynatmırıq da. Ona görə Mehdin oynatmır. Yox, kənardan görünən, kənardan biz rəqib kimi deyirik. Yəni Hüseyn olmasaydı müdafiədə, bizim işimiz 50-60% rahatlaşardı. Elə görsənə bil. Sizin komanda daxilindən danışmıram. Kənardan rəqib Yox, kimi nəyi deyirik. demək istəyirəm? Biz komandada onsuz da biz bir oyunçunun üstündə sütun niyə demirik bir oyunçuya? Biz oturub oyundan qabaq da danışırıq ki, yəni Hüseyn olmasa, Hüseyn zədələnsə, Hüseyn qırmızı alsa kim oynayacaq, necə olacaq? Təbrizə nəsə olsa kim oynayacaq? İlk öncə Hüseyn qırmızı alsaydı mən özüm düşüb arxada oynayacaqdım. Çünki mən futbolçu vaxtda mənim yerim elə ora olubdu. Özü Təbrizlə neçə illər oynamışam mən orada. Yəni mənim üçün heç bir problem deyildi. Yəni Hüseyndən də zəif oynayas deyildim orada. Qabaqda qol vurmamama baxmayın. Arxada daha yaxşıyam. Biz çempionatda ən az qol buraxan komandayıq. Düz 2 qol vurmuşuq cəmi, amma 1 qol buraxmışıq. O da Ali futbolun bilmir harasına dəyib gedib giribdi. Özü də bilmədən yəni qol vurubdu. Ola bilər ki, sizin fikrinizcə hakim, sən deyirsən ki, orada Lazikin momentində çox bərk qışqırdı. Valla mən o epizoda arxadan belə baxırdım o epizoda. Yəni mən dedim ki, yəqin ki, onun çənəsi qırıldı, ya boynu qırıldı. Çox sərt bir müdaxilə idi. Amma durdu oynadı da. Yox, 30 saniyə sonra razıyam. durdu ayağa getdi oynadı. Çox sərt müdaxilə olduğu üçün hakim, bəlkə də o da hakim də eyni oradan prizmadan baxırdı deyə mən düşünürəm ki. Elə bir qayda var futbolda, özün də futbolçusan. Əslində fair play idi. Siz də fair play sağ olun, nə eləmirdiniz? Biz hücumdayıq. Oyunun yarım finalın axırıncı dəqiqələri 3-1-ə hücuma çıxırıq. Lazik yerə yıxılıb deyə biz topu çıxartmalıyıq. Fair play-də biz uymuruq o fair play-ə. Çünki orada qarantiya yoxdur ki, həmin yıxılan oyunçu yalandan qışqırmır və çempionat da göstərdi ki, yalandan qışqırırdı. Ondan əvvəlki oyunda da elə epizod oldu, ikinci oyunda da elə oldu. Yəni belə zədəlinə varsa qışqıran yazıq Sərxan idi. Ayağının tərəfi yəni pavorota girirdi də əməlli başlı. Yox, bizim də oyunçumuzun dirsəyi qırıldı, heç səsi çıxmadı yerə. Oyunçudan oyunçuya onsuz da bu dəyişir, xarakterdir də. Yəni hər bir xarakteri var. Biri yıxılanda qışqırır, biri qışqırmır, biri yıxılmağa meyilli. Qayda da yoxdur da Niko elə bir şey. Başa düşürəm. Oyunu saxlamağa elə bir qayda yoxdur. Hakimin onu eləməyinin yəni günahkarı mən deyiləm. Ancaq bir şey də burada var. hakimin günahından danışır. Bir mövzu da var ki, mən oyun çıxanda mən tam əminliklə demişəm. O gün şərtdə də yazmışam ki, Ülvi Həsənliyə yazmışam ki, bəs oyun çıxanda baxarsan özün görəsən ki, bu şərhi silməli olasan. Nəyə görə? Hər komanda özünə olan haqsızlığı görür. Mən sizə olunan haqsızlığı görmürəm, siz də mənə olunan haqsızlığı görmürsünüz. Oyun epizodunda bir neçə epizodda bizdə də momentlər var idi ki, afsay yox idi. Misal üçün bizim üçün afsay yox idi, afsay verdi. Ştraf var idi, vermədi. Yəni o ancaq oyun çıxandan sonra onu görə bilərik də, nə var idi, nə yox idi. Amma belə də qardaş, bizim sizdə finala çıxmamız bizim günahımız deyil. Sizdə ümumiyyətlə təbrik edirik, bir şey yoxdur. Yəni təşəkkür edirəm. Super. Ümidvarıq 2 qolla finala çıxmaq da olmazdı. Hakimliklə bağlı mən də salamlayıram hər kəsi. Hakimliklə bağlı ümumiyyətlə Hüseynin bizim oyunla sonuncu oyunda olan momentləri ümumiyyətlə düşünürəm ki, mübahisə mövzusu belə deyil. Tural vurğuladığı kimi birinci əllə saxladığı top, yəni heç bir peşəkar futbolda yəqin ki o şeyi müdafiəçinin meydanın o yerində o cür hərəkəti heç kim görməyib. Bu özü də potensial qırmızı vərəqə sayıla bilər, bəli. Ümumiyyətlə heç kimin bilmədiyi də hardasa 87-90-cı dəqiqələrdə də Hüseynin növbəti sarı vərəqəli bir qayda pozuntusu var idi ki, top gəlirdi və mən topa tullananda
deməli Hüseyn Tullanov arxadan başıma necə vurdusa, mən düşündüm ki, yəqin mən bu qədər peşəkar futbol oynamamışam və mən heç vaxt bu cür sürətlə top gəlməyib. Yəqin ki, top dəydi mənə, amma elə bildim ki, lomla vurdular da başıma yəni. Başımı tutdum, utandım yerə də yıxılmağa ki, dedim, deyəcək topa kəllə vurdu, yıxıldı, mən heç cür çatmadı da vəziyyət. Üstündən 2 dəqiqə keçəndən sonra gördüm, Hüseyn məni çağırır, üzr istəyir. Onda başa düşdüm ki, arxadan bu mənə udarla vurub başıma və bunu yenə də hakim görməyib. Mən özüm də prosto elə bir udardaydı ki, mən başa düşmədim bu udar hardandır. Yəni növbəti sarı vərəqədə oradaydı. Yəni burada saysaq bir 3 dəfə qovulmalıydı meydandan Hüseyn. Yenə də bu Hüseynin günahı deyil, o oyunçudur, bu Nikonun da günahı deyil. Oyunçudur, cərimə eləyib artıq hakim verəcəyi bir qərardır. Hakimliklə bağlı məncə kifayət qədər hər bir komandanın narazı. Buyur. Yadımdan çıxmışdı o epizod. Kəlmə ilə oyunda Elhadla qapıçının Əlidir də kəlmə-kəlmənin qapıçısı. Deməli biz o epizodu görürdük. Əli Elhadı söydü birinci. Yəni provokasiyanı o elədi. Elhad cumdu üstünə, nəsə Elhad da onu söydü. Aralarında çəkişmə oldu da başa düşdük bunu. Orada ən ədalətli qərar hər iki tərəfə sarı vərəqə verməkdir. Elhada ikinci sarı düşürdü və qırmızı. Hakimlikdə bir şey var ki, güzəşt söhbəti var. Yəni birinin sarısı varsa birbaşa qırmızı göstərmək artıq prinsipial, yəni birə-birə nəsə eləməkdir. İkisi bir-biri ilə mübahisə edir və hakimin qərarı oldu ki, Elhada birbaşa qırmızı verir. Əliyə ümumiyyətlə heç nə vermədi. Yəni bu ümumiyyətlə, yəni elə bir qərar yoxdur da. Dünyada futbolda elə bir şey və həmin qırmızı vərəqəyə görə Elhad da oynaya bilmədi Aslyonla oyunda. O da bizim başqa bir itkimiz oldu. Yəni bizi baltalayıblar nəyə var hakimlər. Ən narazı olan komanda da Panenkadır. Bunu storydə paylaşarsın. Hər kəs salamlayıram. Bir də ümumiyyətlə studyalara məlumat vermək lazımdır ki, Media Liqadır. Məsələn bizim şeycinlə oyunumuzda son final oyunda kəlmə-kəlməyə də Rafael'ə orada bir təmas olur. İçəridə ştrafın oyunda yıxılır. Studiyaya deyirəm ki, penaldı deyir, okey, təmas var, düzgün yıxılmayıb. Deyirəm ki, bu futbolçu deyil. Bu düzgün yıxılmağı, yəni əlbəttə bacarmaya bilər də. Orada hələ nə qədər qaçdı, sonra yıxıldı. Yox, bilirəm, amma deyir təmas var, ayağı da şeydir, partlayıbdır. Birbaşa penaltı. Ayağı partlayıbdır. Həmin epizodda oyunçunun ayağı burasında belə yarıq var, partlayıb mənə daban dəyir ora butçu ilə. Bu da deyir ki, mən özümdə güc hiss elədim ki, yəni gedə bilərəm, amma gedə bilmədim də, yıxıldım. Hakim də deyir ki, okey də dəyib, amma bu düzgün yıxılmır. Deyirəm qardaşım, bu düzgün yıxılsa elə Premier Liqada oynayar da, yəni. Heç eləmədi. Çünki qıraqdan simulyasiya oxşadı. Mən də yuxarıdan baxırdım, belə baxdım, elə bir penaltidir, amma elə bir Amma yəni biz onu görürük ki, birbaşa ayağına zərbə var. Birbaşa ayağına zərbə idi və penal orada da verilmədi. Bir də sizlə Xırdalanla oyunda biz gol vuranda bizim videoqraf, şəxsi videoqraf gətirmişik. O da girir həmin epizodları çəkməyə. Studiya deyir ki, sən bir də bura girsən, sən ümumiyyətlə mən studialıq eləməyəcəm. Deyirik ki, bizə deyiblər ki, kameraman gətirin, momentləri çəksin. Bizə deyirlər ki, bu oyuna girirsə qol vaxtı, mən studialıq eləmək istəmirəm. Yəni bunları da onlara məlumat vermək lazım. Deyir, yəni olmaz da, bu nə gəzir ortada. Deyir, amma bu Media Liqada qol vurub, sevincləri çəkir, deyir olmaz. İndi amma başqa oyunlarda olurdu. Həmin oyunda amma niyəsə olmur. Yəni studiyaların ola bilsin çoxunun xəbəri yoxdur da ki, yəni burada olar elə şeylər, onlara demək lazım. Amma studiya bir belə eləyib, bir deyir ki, olmaz. Mən Xırdalanla Sabirgilin oyununda birinci penalti. Düzün danışaq. Orada da penalti yox idi. Sizin qapınıza deyilən, orada da penalti yox idi. Mən qrupda 0 qaldım. Mən də salamlayıram. Çox sağ olun dəvətiniz üçün. Mənim nüqzaradı sualım. Nəyə görə 3 ildir mən buradayam. Maraqlı keçirdi oradan da. Siz hakimlərə demişdiniz ki, bu 3-cü ildir də. Bu şou xarakterlidir, yoxsa yəni sırf turnirə gəlir hamı bura? Yəni hakimlər onu bilirdi, yəni sırf bura yoxsa deyirdilər ki, hələ birinci deyək ki, birinci ili necə şou xarakterlidirsə biz də gəlmişdik, orada şou göstərdik ki, bu tanınsın, Media Liqası, digər şeylər halda həm futbolçular, həm blogerlər, hər kəs də bunlar bilirdilər ki, bunu 3-cü ildə yəni bu şou xarakterdir. Yəni burada hər şey oldu. Deyək ki, burada topuq sındı, qol sındı, hər şey sındı, yəni maraqlı oldu da. Yəni get-gedə çempionatın necə deyim, səviyyəsi artır avtomatik. Hədə yəni bu hakimlər də yəni yenə deyirəm, çünki mən neçə ildir futbol oynayıram, mən heç vaxt qırmızı kart almamışam. Yəni bu günə kimi heç vaxt qırmızı kart almamışam. İndi bunun ən yaxşısı Tural bilər. Yəni bunlar bilirdilər ki, belə bu şou xarakteri deyil. Yəni çünki bilsən necə, elə belə çıxmasın, yəni elə bir ki tez bazar gəlib tutarıb getmək istəyirdilər. Yəni elə bir şey var idi. Hiss olunurdu. Başa düşdün necə? Gələn ildə bu var sistem olsa, məsəl üçün də, yəni məsəl üçün deyirəm, olsa lap bu müzakirələr məsəl üçün olmaz. Mən elə düşünürəm.
Ani olmur. De verir də Sabir verir 50 manata. Manatdan gətir, ondan anlamam. Belə oldurar. Yox, fikrimiz var əslində. Var. Vəbşi ən birinci oyundan olmalı idi. Eləmədik prosta. Fikrimiz var. Bu biz Hakimlər Komitəsinə уже müraciət etmişik. Nələr var idi? Yəni qrup belə səhvlər var idi əslində. Biz onlardan уже danışmışıq onlarla. İndi görək də. Çünki ikinci mövsümdə yaxşı idi sudyalar. İkinci çox xoşuma gəldi. Bax, çox belə professional uşaqlar gəlmişdi, nə bilim, mikrofonu ilə, azadı ilə, əjdaha idi. Finalda nə olub? Finalda yaxşı olmadı. Sən ona görə uduzmusan da, ona görə. Hə. Ada, yaxşı. Bu insan Tamirlanın komandasını keçə bilmir. Keçə bilmir. Başqa komanda olsaydı keçəcəkdi. Bax, inanıram. Misal üçün mən də öz futbolçuma Temboya mən də tapşırmışam ki, qardaş, çox möhkəm qaçır, bək qaçır, amma yıxılmır. Adamı itəliyirlər, yıxılmır. Demişəm, qardaş, itəliyirlər, yıxıl. Sən yıxılmasan hakim necə penal verə bilər, ştraf verə bilər, penal verə bilər. Sən ayaq üstə qalırsan, mən Temboya tapşırmışam, ona görə. Məhdə Temboya denən bir xodundan aldı. Çox bək qaçır. İnan ki, Tembo xodunu nə qədər alsaq da çatamayasınız siz. Həş onun nəyinə çatıram? Mən uşaqlara demişəm, ümumiyyətlə ona heç kim yaxınlar. Qoy qaçıb nə istəyir eləsin. O axıra qədər gedib. Bu səfər söz verib ki, sizin komandaya qol vuracaq. Mən istəyirəm özümü təqdim eləyim. Keçmiş çempion Undergame komandasının müşahidə şurasının sədri, hazırki kəlmə-kəlməyə komandasının idarə heyətinin sədri, Beynəlxalq Media Liqanın Avropa Komissiyasının üzvü. Mən bu çempionat hakimliyi ilə bağlı düşünürəm hər şey qaydasındadır. Çünki hakimlər Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından gəlirlər və onlar Azərbaycan çempionatı idarə edən hakimlərdir. Burada bu Media Liqa çərçivəsində düşünürəm oynayan heç bir oyunçu onlar qədər nə oyun praktikaları görmürlər, nə oyunlara çıxmırlar. Nə ümumiyyətlə oyun səviyyəsi baxımından o qədər biz görməmişik ki, onlar daha yaxşı görürlər və çox yaxşı oyunlar idarə olunur. Bütün oyunlar peşəkar səviyyədə keçir. Onlar hamısı mən onları çox istəyirəm. Mən bizim birinci Yox, uduzandan sonra Elcanı görəcəyik. Yox. Mən birinci oyunda da danışmışdım hakimlə. Yox, problem yoxdur. Oyundur bu, kimsə udmalıdır, kimsə də uduzmalıdır. Mən birinci oyunda danışmışdım ki, biz zəifdir komanda, şərait yarat, biz 12 nəfər oynayaq. O telefonda mənə səhv başa düşmüşdü, rəqibə şərait yaratmışdı. Sonra mən yığdım ki, qardaşdı, valla qarışdırdım uşaqları, üzrlü hesab elə. Yəni, belə şeylər olur, amma bu dostluq səviyyəsində keçən bir turnirdir deyə düşünürəm ki, olar. Biri 12 olar, biri 13 olar, nə bilim 15 olar. Ona görə o haqsızlıqdır, oyuna kimsə gəlib girməyi də ki, sənə qırmızı verəcəm, çəkmə bunu və yaxud Fıdı sevinəndə. Fıdı ora qədər qaçıb gəlibsə, o hakim Allahına şükür eləsin ki, bu özündə güc tapıb gəlib. Mən gələ bilmirəm məsələ. Mən elə yerimdən deyirəm ki, oğulsan. Belə, hakimlə bağlı hər şey yaxşıdır. Hakim qardaşdır. Deməli, komandanızda özünüzü media şəxsiyyət kimi görürsünüz. Bəs rəqiblərinizdən kim media deyil? Bu yaxşı sualdır. Baltalamağa. Bizim Panenkadır. Panenkada da var, danışacağım indi o barədə. Təbii ki, orada Fuad var, orada digər panelsiz bloger uşaqlar var. Amma Medini komanda düşünürəm ki, ən çox Medini Fuadgil, Aslyongil, bir də bizim komanda. Daha Medinidir. Motivator daha idman komandası idi. Mən niyəsə turnir başlamamış dostlara da demişdim ki, bu çempion motivator olmalıdır. Çünki hamı orada peşəkarlar da ən azı qaça bilirlər. Çox güclü uşaqlardılar. Sonra Nüqzar daha biznes komandadır Nüqzarda. Çünki orada hamı böyük şirkət rəhbərləri, böyük adamlardır. Heç biz olan yanından keçə bilmərik. Sabirin komandasında ən medini adam Sabir özüdür və bitdi. Bitdi. Sabir indi özü elə bir öz patpiçiklarına onlara belə yönləndirə bilər. Qardaş, bunu like edeyim, bunu çoxusu medini. Mən belə düşünürəm. Rəqiblərdən hamısının barədə danışdım, hər şey yaxşıdır, hakimlər qardaşdır. Elcan, bizim komanda biznes. Kimdir biznes? Okey, gəl medini baxımdan baxaq.
Sən, Ali və Çağayev. Çağayev Umar Yox, Kremlyovla oynayırdı boks ona. eləyirdi siz oynayanda. Oyunda o iki oyunda da. Birinci Aslion, sonra White. Ha, o şəkillərini atın, mən görməmişəm onu. Var da orada çəkilmiş. Var, ha, yox, görmürəm. Panenka yeganə komandadır ki, sualı gərək fərqli qoyasınız ki, sizdə Medina olmayan kimi idi. Yəni, biz yeganə komandayıq ki, mənim şəxsən fikrimcədir. Elə bir adam indi bəlkə bir dənə axırda Xaliqi cəlb eləmişdi fotoqrafı. O da belə deyim də müsabiqələr iştirakçısıdır. Hə, o da digər komandalara baxdıq ki, kim istəyirsən oynayır da. Yəni orada panel vuran, nə bilim, toy çəkən fotoqraf, başqa videoqraf, nə bilim, kim ürəyin kim istəyir, yəni oynayır. Biz də dedik ki, yəni Xaliq daha layiqdir. Başqa bizim heyətdə elə bir adam yoxdur ki, yəni onu müzakirə mövzusu eləyək ki, o Medina'da yoxsa yox. Yəni mənim fikrimcə Cavad no name idi. No name kim oynadı? Yəni bizim heyətdə bir-bir də sual verə bilərsiniz, tam rahat şəkildə cavab verə bilərik hamıya. Kim Medina'da, kim Medina deyil, tam rahat şəkildə. Mənə elə gəlir ki, reglamentə ən uyğun yaraşan komanda bizimlə motivator idi. Mən şəxsən belə düşünürəm. Motivatorda yəni onlar idmançılardan hamısı tanınmış, ölkəni təmsil edəndilər. Ən çəkindiyimiz rəqib də motivator idi, mən açıq deyim, bizim. Dava baxımından çəkinmirdi, söhbətə bağlayacaqdıq hər şeyi, davada dava olmazdı. Amma yəni hə, başqa cəhətdən yəni bizdə elə bir adam yox idi ki, onun adını çəkək və deyək ki, problem yarana bilər. Varsa sual verə bilərlər. Deməli, motivatorla bağlı istərdim danışaq bir balaca. Hamı deyir ki, idmançı komandası, ancaq Kamil Zeynaldı da var idi. İdmançılar deyildi də, idmançılardan tək qurulmamışdı. Ha, Mərdandan söhbət gedir. Yəni bugün kimdə paneldim, yəni bu barədə mənim məlumatım yoxdur, hansı komandada kimlər oynayıb. Ancaq biz özümüzdən danışsaq, indi idman, yəni qarışıq komanda idi və əsasda biz ilk dəfə çıxış eləyirdik də. Yəni ümumiyyətlə biz demək olar ki, bir oyun sizin oynadıq, uduzduq sizə. Prosta qapıda Kənan durmuşdu onda, Kənan əmim. 3-0 sizin oynadıq. Bir oyun oynadıq, yoldaşlıq oyunu, bircə oyun. 2 dəfə məşqə çıxdıq, ondan sonra da oyunlar başladı. Mənə gəlir ki, komanda olaraq pis də çıxış eləmədik. İndi gələn dəfə inşallah daha da yaxşı olar. Allah razı olsun. Bu mövzunu burada biz müzakirə eləyəndə yadınızdadsa hamıdan çox mən deyirdim ki, gəlin baxaq, panel olmasın, kiminsə izləyicisi, gəlin yoxlayaq, orijinal olsun. Bilmirəm, yadınızdadır Fuad, bu söhbətin ən çox üstünə düşən mən idim və baxdım ki, yox, deyirlər fotoqraf da olsun, videoqraf da olsun. Əgər reglamentdə varsa, hə, olsun. Yox, bugün əgər reglamentdə yoxlanmırsa kiminsə followu ki, bu orijinaldır və yaxud da bu insan ümumiyyətcə tanınır. Vəbşi bu insanın nədir də, yəni kontenti nədir? Bu kontent söhbətini mən eləyəndə hamı mənim üstümə düşür ki, qardaş, yox, kontentdir də. Şəkil paylaşır, like gəlir, vəsiyo. Ona görə də hamı öz komandasında, gəlin açıq danışaq da, bugün hər komandada 4 dənə, 3 dənə, 4 dənə, 5 dənə maksimum tanınmış var. Kimsə özünü tanınmış saya bilər və yaxud da kimsə öz tanışını tanınmış saya bilər. Necə ki, bəyək ad çəkdi, indi adını çəkmək istəmirəm. Bizim komandada siz deyirsiniz ki, misal üçün filan kəs var. Mənim üçün hə o tanınmışdır, sizin üçün tanınmış deyil. Sizin də komandada elə adam var ki, sizin üçün tanınmışdır, mənim üçün tanınmış deyil. Amma yəni gəlin açıq danışaq da, bugün Talih Yüzbəyovun adı çəkilirsə, bugün Fuadın adı çəkilirsə, bugün Elcanın adı çəkilirsə, bu adamların adı çəkilirsə, bu danmaq mümkün deyil axı ki, bunlar tanınmış deyil. Ona görə demək istəyirəm ki, əgər yaxşı belə eləyəcəksə, gələn ildən fikir varsa, qardaş, gəlin onda oturaq, müzakirə eləyək hamımız, baxaq. Sırf kimi hamı tanıyırsa, kim təsdiqləyirsə ki, qardaş, bu adam həqiqətən tanınmışdır, onda bütün komandalara götürək onu. Amma inanın ki, onda da oyunçu yığamayacaq. Məncə elə bazar olar. Mən nəyə fikirləşirəm? Ümumiyyətlə gələn il mən onun tərəfdarı deyiləm ki, biz Z-yə də danışanda təklif eləmişdik ki, komandaların müzakirə eləməsi ki, o olar, bu oyunçu gəlsin, bu yox. O, yəni bazar yaranır. Təşkilat komitəsi, üzr istəyirəm Niko, təşkilat komitəsi onlara inanırıqsa, etibar ediriksə, onlar özü qərar verib, yəni bu heç heyətlər də bilinməməlidir mənim fikrimcə. Yəni keçirsə reglamentdən uyğundursa biz icazə veririk. Bitdi, getdi. Hər yerdə necədir? Yoxsa yığışırıq belə, o zəng vurur ki, yeki oğlansa, niyə demisən mən oynamayım, mən bilmirsən, mən falan kəsəm. Yəni o bazara çevirir. Məncə çempionatın ciddiliyini öldürür o. Yəni bugün bəyək mən hamının fikrinə hörmətlə yanaşıram. Elcan sağ olsun dedi ki, ən mediyini komandalardan biri mən Aslion komandasında sayıram. Əlbəttə ki, mən öz komandamda mediyinlərdən biri sayıram. Çünki mən sırf kimisə çağırım deyə eləcə çağırmamışam. Bugün də yəni mənim yeri gəlsə dilim hamıdan uzundur o baxımdan. Çünki ən çox azarkeş də mənim komandamın azarkeşidir.
Bu gün onda mən deyim ki, qardaş, Medini komanda mənimdir. Çünki ən çox azarkeş məndə. Açıq danışaq da bu gün, yəni azarkeşə görə kim bizlə oynayıbsa doğrudan ləzzət alıbdı o futboldan. Çünki azarkeşə qarşı oynamaq, o azarkeşin Premyer Liqada heç bugünkü gün açıq deyim, o boyda azarkeş yığılmır, o tüstülər, o abu-hava. Onları biz özümüz yaratmışıq hamısını. Yenə deyirəm, burada Medina olmayan komanda yoxdur. Sadəcə ola bilər bizim yəni tanımadığımız kimsə ola bilər. Misal üçün Nuqzargilin komandasında mən 2-3 nəfər var idi ki, tanımırdım. Dedim kimlərdir? Dedilər ki, bəs KVN-in aktyorlarıdır. Yoxsa Parnizbakın aktyorlarıdır. Qardaş, mən tanımıram da. Mən tanımırdım misal üçün. Amma Şəfiyev qayıtdı ki, bizdə Vüqar Şəfiyev dedi ki, mən tanıyıram. Girdim, adamları 200 nəfər adam izləyir. Onda gəlin ondan da danışaq da. 200 nəfər izləyən adam necə tanınmış kimi iştirak edir burada? Bu mövzuda var da. Amma follow məncə ölçü deyil. Mən də onu demək istəyirəm ki, əgər follow-la deyilsə, Birinci bunu yəni Tural hesab yoxdur da Instagramda indi. yox, Tural indi Tural Məmmədli deyəndə hər kəs şərtçi kimi Turalı tanıyır. Tural yəni beynəlxalq turnirləri belə, bodybuilding üzrə turnirlərin özündə belə Tural hər zaman aparıcı olubdu da. Yəni bu adamın Bax, bəs söhbət ondan gedir də. Yəni bax Turalı tanıyırlar. Amma Instagramı yoxdur, amma tanıyırlar Turalı, düzdür. Biz də indi bəs onu fikirləşirik ki, necəsə sistem istəyirik quraq. Follow-a baxmayaq. Amma indi insan tanınmış olsun. Yəni burada bir moment olacaq da. Ya biz girək kriteri qoyaq, follow kriteriyasında. Orada da panel var. Ya onu da yoxlayaq. Uca onları da yığışdıraq, aradan qaldıraq, filtr kimi boşaldaq. Prosto onda Baxışların təbii olub olmasını yoxlaya bilərsiniz. o heç, o vəbşə asan Bir də çox üzr istəyirəm. Girəm, baxaq da hamısına. Çox üzr istəyirəm, yəni Turalda deyirsə məsələn Instagram yoxdur. Turalda yoxdur deyənə izləyici yoxdur. Əgər kimdəsə varsa 200-dürsə bu tanınmış deyil də, yəni. Bu adamın özünün Instagram olub və orada yetərincə izləyicisi olub. Yoxdursa, yəni bu o deməkdir ki, Instagramı yoxdur, izləyə bilmirəm. Amma varsa 200-dürsə, Burada Turalın söhbəti getmir axı. 14 gün sonra. yox, vəbşə deyirəm. Yəni varsa bir adam 200 nəfər izləyirsə, bu deməli ki, tanınmış deyil də. Yəni bu adamın ümumiyyətlə kütləsi yoxdur. Ha, o heç də. Hə, onu demək istəyirəm. Yəni əgər Amma 200-dürsə, Nuqzarda var idi, bir dənə aktyor var idi. Teatr aktyoru idi, yoxsa kino aktyorudur? Rus dramanın aktyorudur. Instagramında nə qədər? 1000 nəfər var. Amma qardaş Rus dramada aktyordur da. Yəni spektakllarda pasayına iştirak edir. Hələ də kino aktyorlar var da. O qədər var ki. Ona görə də buraxmışdıq əslində. Burada hamımız danışdıq bu məsələdən. Məncə bundan daha böyük problem hansı ki bizim kapitanlarımız, komandanın kapitanları özləri həm bizim üçün, bütün komandalar üçün, həm də özləri üçün yaratdığı ən böyük problem belə deyə də el arasında deyə lipa problemidir. İndi biz burada kiminsə məşhur olub olmadığını müzakirə edirik. Bundan daha vacib hansısa oyuncunun karyerası, futbolçu karyerası olub, amma onu tanınmış adı ilə və s. bura gətirmək və oyunun biri də ona görə təxirə düşdü. Sabir getirmişdi də birini hələ. Amma birini Sabir gətirmişdi. İndi mən bunu ad seçmək üçün demədim ümumiyyətlə. Deyirəm qardaşım. Verəcəm, deyəcəm. Yox. Sözümü kəsmə, xahiş edirəm. Deyim, problem yoxdur, sən dedin. Mən bunu sənə soxmaq üçün demədim. Ümumiyyətlə deyirəm. Ay sağ ol. Ümumiyyətlə bu daha böyük problemdir. Hansısa futbol oynamayan bir adamın məşhur olmayanın komandada olması peşəkarın olmasından daha az problemdir düşünürəm. Yəni bu şeylərin daha çox qabağını almaq lazımdır. Mən ümumiyyətlə təklif eləyirəm ki, növbəti mövsümdə inşallah, xeyirli ilə inşallah bu mövsüm bitsin. Gələn mövsümdə bu siyahıları, oyuncuların siyahılarını biz daha əvvəlcədən verək və bir-bir hamısı sorğu göndərəsiz, yoxlayasınız ki, bu düzgün profillərin hamımız göndərək və oyuncunu müzakirə eləyək ki, bəli, vəsiqəsini də göndərək. Görək bu adamın futbolçu karyerası olub yoxsa yox. Çünki bu daha böyük ədalətsizlikdir düşünürəm rəqibə qarşı. Qurtarıram. Bir dənə bunu da deyim gedirəm. Bizim komandanın kapitanı indi gəlib Cəmili xahiş edirəm. Mən öz yerimi ona vermək istəyirəm ki, Cəmil Əhmədov. Bir dənə zəhmət olmasa gəl burada. Mən bitirdim sözümü daha. Təşəkkür edirəm. Çox üzr istəyirəm, gözəl insanlar. Bu Lipa söhbətinə qalanda Nikocun komandasında da, bizim komandada da Lipa oldu və biz bunun cəzasını çəkib bir dənə oynadıq. Amma organizatorların komandasında Lipa olanda olur ümumiyyətlə baxılmır. Orada yəqin gələk antlar içilməlidir ki, orada antlar içilməlidir ki, yəni buna inansınlar və ya bilmirəm, bir moment sonra belə olacaq ki, mən elə gəl kimsə çağırıb söyüş qoyacaqlar ki, oynamısan yoxsa yox. Yəni çünki burada sübut eləmək olmur. Bir adam arxivdə oynayıbsa onu tapa bilmirsənsə,
Bu problem yəni bizim deyil də. Bu AFFA-da yoxdur ümumiyyətlə və yaxud da başqa bir şey. Əgər bu suallara gələcəksə onu orada söhbət eləyək. Bu qardaşların da elə bir söhbətləri olacaq. Əgər Lipa söhbətinə aid sual varsa orada danışaq. Yox indi Fərqi yoxdur, danışa bilərsən. Yəni İndi danışaq. problem deyil. Yəni məsəl üçün biz yarım finalda ümumiyyətlə belə görürəm ki, kəlmə komandasına ümumiyyətlə oynamamalıydıq. Bizim rəqibimiz motivator olmalı idi, amma Lipa söhbəti indi açılıb və deyirlər ki, komanda yoldaşları da təsdiqləyir, amma sübut yoxdur daskanalni. Yəni bunun dokazательствосы olmalıdır. Əgər o vaxtda da arxiv olmayıbsa, bu qeyri-mümkün bir şeydir. Bunu hamımız bilirik. Əgər bunun komanda yoldaşı deyirsə, bu adam mənlə bir oyunda skameykada oturubsa, bu Lipa sayılır və bu adam deyir ki, mən özüm orada oynamışam, indi pulla pulsuz getmişəm, fərqi yoxdur. Sən əgər Premyer Liqa səviyyəsində komandada çıxırsansa, Zayevkada oturursansa Zamendə sən professionalsan. Yox, səni biz daskanalni gələk sübutla eləyə bilirsə, biz bu mümkün deyil, çünki o vaxt arxiv olmayıb, yəni 2003-2005 arasında sən onu sübut eləyə bilmərsən özə Moyik komandasında. Sizin də sözünüz varsa, Vüqar bəy buyurun. Demək olar ki, Sabir hamısını dedin. Yəni o vaxtı 2003-2005-ci illərdə yəni Yox, liqa var idi. Moyik var idi. Moyikin indi mən deyim də Moyikin ikinci komandası var idi. O da hal-hazırda Moyikin ikinci komandası bugünkü gün ikinci liqa gedir. İkinci liqa səviyyəsindədir. Yəni orada necə idi? Bu il necədir? Dubldə necədir? Elə bir ki deyək ki, yəni hər bir klubun ikinci komandası var. Hazırlayır orada oyunçunu. Neyini? Götürür oradan qoyur. Deyək ki, ya məşq xarakteri olsun, ya avtomatik gəlir Premyer Liqaya. Yəni o vaxtı biz onu tapa bilmirik. Bu adam özü də deyib ki, mən elə düşünürəm ki, özü də deyib ki, mən Moyikdə olmuşam. Əskərimi çəkmişəm, özüm oynamışam. Yox, əskərdə ən maraqlısı da üzr istəyirəm o momentidir. Mən hələ bildim ki, Natiq oğlan var. Tamirlan gəlində Elcan müəllimgilin komandasında Qasımov da sədri. Yox, İsmailov. Familiyasına dəyişib üzr istəyirəm. İsmailov idi, elədi Natiq İsmail familiyasını. Şəxsiyyət təzə şəxsiyyətdir. Deməli AFFA-da heç nə göstərmir, vəbşə heç nə göstərmir. Çünki yenə də 2002-2003 biraz çətin vaxtlar oldu da mən belə başa düşdüm Moyikdə. Biz ona sual verdik. Sən əskəri çəkmisən, başa düşürəm hər şey ola bilər də. Sən Moyikdə əskəri çək. Yox, əskəri çəkməmişəm. Nəyinəmsən? Oynamışam. Nə oynamısan? Oynayıb hansısa ya uşaq komanda. Mən bilirəm ki, Moyikin uşaq komandası yoxdur. Mən onu dəqiq bilirəm. Var idi? Var idi. Ay sağ ol. Moyikin uşaq komandasında olub məşqçi Pərviz Ağasiyev həmin dövrdə. U17 olub komandası. U17 yox, dubl komandası Dubl, olub. hə. Pərviz Ağasiyev var idi orada Moyikdə. Onun uşaq Ruba da oradaydı da. Sonra Rəvana gələn Ramil Əliyev, hə. O ikinci məşqçi idi. Pərviz Ağasiyev olub həmin vaxt. Çünki dubldə mən də oynamışam. 15 yaşında bir oynayıb, hə. Pərviz Ağasiyev idi. Sonra Vaqif Paşayev gəldi Moyikə. Baş məşqçi gəldi. O vaxt Camal Məmmədovu yığdı ora. Zaur Ramazanovu yığdı. Yox, əsas liqaya. Əsas liqaya Vaqif Paşayev gəldi. Aşağıya Pərviz Ağasiyev idi. Aşağı 1-ci divizyon idi. Moyik Paşayev gələndə Vışçı liqada oynayırdı Moyik. Yox, bildim. Bax sən deyirsən, mən Pərviz Ağasiyev dubldə oynamışam. Yox, birinci divizyon deyildi. Aşağı yaş qrupunun komandası idi. Aşağı yaş qrupu nə gedir? Yəni olur da orada 19 yaşda, 18 yaş, 17 yaş. O professional getmir də qardaş. Amma həmin dövrdə olub. Amma yəni orada uşaq komandası olub. Moyikin aşağı yaş qrupu mən özüm də orada oynamışam yəni. Moyik 2 sonradan yarandı. Qabaq Moyik 2 olmayıb. Əvvəl o dövrdə elə şey yox idi. Heç biri yoxdur ya normal. O dubl komandaların 2 divizyonda oynamağı təzə-təzə yaranıb. Əvvəllər elə deyildi. Əvvəllər sadəcə öz aralarında oynayırdılar. Natiqi, əgər siz belə bu qədər futbolçu olmağı və bu qədər ehtiyatlı davranmaq düşünürsünüz, bu Natiqi mən alqışlayıram. Ki, Natiq belə böyük rezonans yaradıb. Natiq cəmi bir dəfə oynayıb da bizdə deyəsən. Bir dəfə oynayıb. Zədələndi. Əgər Natiqin Natiq əgər Media Liqaya görə familiyasını dəyişsə, Natiq çox böyük adamdır. Mən alqışlayıram. Belə bir şey eləyibsə, halal olsun ona. Şəxsən Natiq mən səni öpürəm. Ki, sən belə bir addımlar atırsan. Natiq amma hamı DJ kimi tanıyır. Pulu olanlar, nə bilim, FOMO-ya gedənlər digər yer. Natiq bilirlər oradadır. Natiq bir də belə adamdır ki, peşəkar futbol oynasa, peşəkar futbolun da dalınca gedər də işgəlib, bizlə Media Liqada oynamazdı. O özünü peşəkar futbolçu saymır deyə gəlib Media'ni bizlə burada oynayır və biz DJ kimi bizim komandada. Digər bir məsələ, əgər indi biz düşünsək ki, Natiq olan oyunlar, bütün oyunlar ləğv olunmalıdır, qərar alsa, onda bizim bundan öncəki çempionatında da nəticələr ləğv olunmalıdır. Çünki Natiq bizdə oynayırdı. Kubok əlimizdən alınmalıdır, formaları qaytarmalıyıq, Cevoya.
Tamirlan maşını satmalıdır təzədən. Başa düşdün? bütün proses qarışır. Hakimlər qaytarmalıdır mənim pulumu. Sözü kəsirəm. Haydi. Ona görə demirik. Yəni ona görə deyirik ki, reqlamentə uyğun getməlidir. O Natiq Yo, güclü futbolçudur, zəif futbolçudur. Ondan getmir söhbət burada. Başa düşdün necə? Yəni özü deyib ki, bu adam özü deyib ki, mən oynamışam. Mən elə eşitmişəm ki, o adam özü deyib ki, mən Okey də, yəni Detski bu 2 Yo, 3 Detski getmirdi orada. Sən mən deyirəm, məsəl üçün, ya Qarabağdan. Qarabağda Vüqar, sən özün yaxşı bilirsən ki, Moikin Envushi komandası var ha. O belə heç vaxt belə. O vaxt 2003-dən 2005-dən gedir söhbət. Hədə yəni Moik heç vaxt region liqasında oynamayıb bu günə kimi. Hə. 2002-2003 oynadı. Onda bu şeydə Yox, o həmişə Premyer Liqada oynayıb da, yəni hala uşaq komandası da var. Çox üzr istəyirəm hər kəsdən. Cavid, komanda yoldaşı kim idi onun? Çox üzr istəyirəm. Bax bu adamın Fuat, Rüstəm, Samir var idi, hamısı. O Moik'un balacaları idi da. Çingiz mən bir müddət oradaydı. Sonra getdi. Sonra bax 2002-2003 deyirsiniz. Adamın komanda yoldaşı Faruk Hüseynov Lənkəranlıdır. Özü Moikdə oynayıb. Deyib bu adam məndən 2003-2005-də olub Moikdə zamenimiz olubdu. 86. Ayso. Bir də deyir ki bu adam, yəni biz Rıba ilə də danışırıq. Vüqar ayso, onu deyirik də. Uşağa düşmür. Ramin Bijo var. O vaxt o əsas komandada oynayır. O deyir ki, Ramin Nasibov. Bijo. O deyir ki, o vaxtı bu uşaq yoxdur da bizim əsas komandada. Hətta orada şəkil də atıblar. Cavid bəyin özünü atıblar ki, bax bu şəkildə adam zamendə oynayıb. Olub zamendə bizim Premyer Liqa sastavında zamendə olub. İndi onu oynayıbsa, indi onlar özləri də deyir ki, biz şəkil var, şəkil də göstərə bilərsən də yəqin ki. Qrupda da var deyir. Deyir yəni o şəkildə zamendə oturub, bir də sən yəni bu zəif oynayıb, güclü oynayıb, indi oynayıb da fakt adam yəni çıxıb. Premyer Liqaya çıxıbsa çıxıb da. Sən yaxşı da komanda Yaxşı. Ramin Nasibov deyir ki, bu qaqaş yoxdur. O qaqaş deyir ki, var. O 17-dir. Okey. Bu nədir? Amma bu deyil. Çıxmasaydı biz də sübut eləməliydik də. 4 nəfər dururdu üzümüzə ki, Rafael oynayıb. Paka mən yoxlatdırmadım onu. Okey, çıxmasaydı ki, siz bizə deməliydik ki, sübut eləyin. Necə eləyəcəydin Yəni sübut? bildimə çıxıb deyənə eləmədik də. Biz də Rafael gətirəcəydik. Bildim də, tutaq ki də necə eləyəcəydin? Kim ki deyib oynayıb məndən, Rafael də gətirəcəkdik, həmən adam da. Üzləşdirmə deyirsən də. Ya da ki, zəng eləsin, uşaq deyir ki, bunlar. Qardaş bax mən Elcan bax deyim 2002-2003-ü siz deyirsiniz 2003-2005-də oynayıb qaqaş. Tamirlan bizə demişdi ki 2002-2003-də oynayıb. 1 il oynayıb. 3-5. Həmən qaqaş da Bir dənə səs də var da, bəlkə səsi də Hansı qaqaş həmən onun oynadığı bir Bilim Tamirlana deyib. Tamirlana deyib 2002-2003. Yox, göstər də. özü deyib oğlan Lənkəranlı bir yerdə oynayıb onlar. 86 düşmür. 2003 Ya əskəri deyil. O uşaq yaş qrupunda futbol oynaya bilər orada. Oynaya bilər. Amma əskər kim niyə? Moikdur da, komandadır da. Yox, Aziya, başa dönüm, Tural Aziya. oynayıb da Moikdə. Yox. Ancaq əskər oynamır. De Tural özü oynayıb orada. Uşaqlıqda. Hətta yəni o adamı komanda oynayır ki, mən 2003-2005 oynamışam. Bu adam mənlə oynayıb. Mənlə məşqə çıxıbdı. Yəni mən necə deyə bilər ki, mən Natiq deyib onu. Yox, oynadığı uşaq deyil. Tamirlan deyir oynamayıb 2003-2005. Bildim də onları bir nəzərdən gəlir. Əgər mən kimlənsə oynamışamsa, mənə deyirsə mən deyə bilmərəm ki, onu yox sən oynamamışam. Qaqaş ona deyib ki 2002-2003 oynamışam. Öncədən bütün komandalar adlar təqdim edirlər. Və bu çempionatın reqlament daxilində məsələ belə həll olunur. Məsələn, hakim səhv eləyir. Hakimə töhmət eləyirlər və yaxud nə edirlər və yaxud onunla bağlı nizamnamə qərar yazırlar. Məsələn, o polyada oyunçu olur. Komitə qərar alır ki, heç bir problem yoxdur, 1 dəqiqə oyunda olub, nəticəyə təsir eləməyib. Oyunçu oynayıb Moikdə. Adlar öncədən göndərib. İkinci çempionat bu, bir deyil. Bundan öncəki də olub. Ki, həmin Natiq İsmail oynayıb. Çempion olub hətta. Və indi əgər, yenə deyirəm, bu şey baş veribsə, təşkilat komitə onu görməyibsə, deməli, təşkilat komitəni cəzalandıracaqlar. Kimsə, məsələn, Ziya yığışacaq, Tamirlanla Səfərlə Nüqzarı cəzalandıracaq və yaxud da indi kimin gözündən yayınıbsa bu məsələ, belə deyə, əgər varsa və gözündən yayınıbsa. Bu, birbaşa heç bir nəticəyə təsir edən məsələ deyil və bizim belə şeyləri indi müzakirə edib, ona zəmrə, qardaş səs atıb, bir dənə şəkil göstərirlər, şəkildə məhz işıq düşür bir-iki nəfərin üstünə ki, o qaqaşdır. Ala bu ruhdur, bunun üstünə düşür ancaq işıq. Və
istənilən məsələ. Bir dəqiqə indi Qaqaş özü çıxsa oynamışam 2010-cu ilə qədər Moyekdə oynamışam. Nə bilim çempion olmuşam, yaxşı eləmişəm. Biz heç nəyi dəyişə bilməyəcəyik də orada. Uzaqbaşı Natiqə biznesə cərimə verə bilərik, gəlməsin. Nə bilim uzaqlaşdırılsın Media Liqa bütün çempionatlarının, onsuz da zədələnib oynamır. Ramazan, uzaqlaşdırılsın. Bütün bunlar bu nəticələrə təsir eləmir deyə, çalışaq nəticələrə təsir eləyən məsələlərdən danışaq. Ola bilər burada bekar adamlar çoxdur, amma hamı işi gücü var. Ona görə nə danışırıqsa, müzakirə edirsə, ciddi nəticəsi, geri dönüşü olan işləri müzakirə edirik. Həm də ki, Elcan, mənə elə gəlir ümumiyyətlə bir 86-cı il neçə yaş? 39 yaşı var da. Bəli. 39 yaşlı adamın, yəni 16-17 yaşında futbol oynadığını əsas gətirmək və onu futbolcu kimi qələmə vermək məncə düz deyil. Yəni üstündən 20 il keçib demək olar ki. Bu indi əgər reqlament uyğun gəlirsə, indi DJ kimi tanınırsa, uyğunsa, məncə orada bir problem yox. Çünki Rafaelin də məsələsində dedilər ki, uşaq vaxtı oynayıb. Uşaq vaxtı hamımız oynamışıq da. Hə, yəni sırf zayıfqaya düşməyibsə bu adam, professional karyerası yoxdursa, o vaxt oynayıbsa, yəni məncə 20 il keçib üstündən, hətta zayıfqaya düşsə də burada məncə yəni bu şişirdiləsi bir mövzu deyil. Biz Rafaeli deyəndə bizə sırazu göndərdiyi şəxsiyyət vəsiqəsini Sabirdən də istəmişdim. Göndərdiyi sırazu afada çıxdı ki, U17-də oynayıb. Amma orada da bir neçə komandada həvəskar müqavilə ilə oynayıb U17-də. İndi valideyn yəqin qol çəkirdi həvəskar müqavilələri. U17-dir. O onsuz da keçir də. Biz Panenka komandası olaraq heç birinə etiraz eləmədik ki, yəni 17 yaşında oynayıb, 19 yaşında. Bu hamı bilir ki, biz bir nəfərə də etiraz eləməmişik ki, o oynamasın, bu oynamasın. Amma yəni qaydalar eyni olsun da. Mənə elə gəlir ki, siz burada təşkilat komitəsi olaraq bir limit qoymalısınız, il söhbəti. Yəni karyerasını nə vaxt bitirib, neçə il keçsin üstündən. Mən ümumiyyətlə onun tərəfdarıyam ki, veteran futbolçular plus 35 olsun. Mən belə fikirləşirəm. Yəni o daha yaxşı olar. 2 yaşında bir oyunçunun, yəni hazırki forması o çıxıb bizi dənləyəcək də. Bir il qabaq qutarıbsa da karyerasına. Amma ən azından razıyam da. Mən deyirəm biz o pişi deyir. Salmayaq təmkini də. Tamkini salmırıq biz daha bu dəfə. Oyunçu axtaranda mən Sonat abini gətirdikdə biz komandaya pro kimi Nuqzara mən sual verdim ki, minidən gətirə bilərəm. Dedi, hə, gətirə bilərsən, amma zborundan yox. Dedim, təmkini necə gətirirlər? Mən təmkini heç vaxt etiraz eləməmişəm, özünüz də yaxşı bilirsiniz. İlk gündən. Mən dedim, danışdım sən. Onsuz da Nuqzara nə deyirəm? Deyir, olmayıbdı. Sonra üstə açılır ki, olubdu. Mini futbol ayrıca idman növüdür. Bəli. UEFA-nın bayrağı altında keçirilməyən bir idman növüdür. Necə boksçuya icazə varsa, mini futbol oynayana da icazə var. Eyni bir şeydir. Mini futbolla futbolun aidiyyəti yoxdur bir-birinə. Yox, mən nəyi demək istəyirəm? Milli səviyyəsində... Nuqzar sənə deyibsə ki, futboldan olmaz, o düz deməyib. Deyilmişdi mənə. Amma bilmir, deyir, deməmişəm. Və bir mövzu da var ki, onsuz da şey də deyilməmişdi. Mən no-name bir dənə deyilmişdi mənə. Oyunun ortasında saxlayıb soruşdum ki... No-name'i mən də təsadüfən bilmişəm. Ha, olur. Bir də mən bu məsələ ilə sözümü kəsirəm. Söhbət təmkindən düşübsə bir dənə o məsələni bağlayaq. İndi biz də vaxtıkən oynamışıq, nə bilim, tanıdığımız oyunçular var, nə bilim, mini futboldan da. Biz bilsəydik ki, 4 dənə professionaldan başqa bir dənə də mini futboldan oyunçu olar. Məsələn, yəni 4 nəfər 4-cü kimidir də. Təmkini biz keçmiş futbolçu kimi gətirmişik. Biz əlavə gətirməmişik. Yox, bizdə olub Təmkin Xəlilzadə, Elhad Nəziri, Elvin Məmmədov, bir də Bəxtiyar Sultanov. 4 nəfər futbolçu olub. Bizdə təmkin əlavə gətirməmişik. Aktiv olaraq mini futbolda oynadığına görə. Təmkini biz keçmiş futbolçu olduğuna görə gətirmişik. Hazırda minidə oynayırsa regionda eyni şeydir, eyni statusda da olar. Professional sayılmır o. Mininin UEFA-ya heç bir aidiyyəti olmadığına görə uyğundur reqlamentə. Yəni biz indi təzə istərsən biz bir həftə qalmış, 10 gün qalmış qatıldıq turnira. Çox şey də bilmirdik. Yəni də indi biz fikirləşirdik ki, indi təşkilatçılar var, indi hər şey nəzarət olunur. Bu təmkin bizdə də 4 dənə professional futbolçu var idi. Yetərincə tanınmış və necə deyirlər, vaxtı ikən öz sözlərini deyən futbolçular idi. Sadəcə olaraq təmkin hal-hazırda mini futbolda aktiv olduğuna görə o bir balaca istər-istəməz problem yaranır. Yəni yenə deyirəm, mən onunla bağlı heç nə deyə bilmərəm, qərar verilib. Mən sual verdim, keçən dəfə kimdən danışırdıq? Dedim, bizim oyunumuzda təmkin olmasaydı necə olacaqdı? Yəni hər 3 topun 3-ündə təmkin vurdu və sağ tərəfdən yəni atak qurulurdu. Normaldır da, yəni adam dayanmadan 90 dəqiqə işləyir də, oynayır. Sadəcə olaraq yəni başa düşdüm. Yəni orada bir moment var idi. Siz də ondan istifadə elədiniz və nəticə olaraq deməmişəm bunu heç vaxt ki, birdən bunu eşidər heç vaxt futbol oynamaz.
Amma indi deyirəm, sadəcə bu burada bilirsiniz nə? Bu Media Liqa belə qurulub, burada biraz qismət rol oynayır. Biraz nə bilim komanda ruhu rol oynayır. Bu nəsə, məsələn Vüqar Nadirov tək özü istənilən bu Media Liqa komandasını uda bilər tək. Tək oynayar 11 nəfərini uda bilər. Yəni o qədər potensialı var. Doğrudan deyirəm sizə. Yəni çox rahat sadəcə lazım idi bir dənə belə sistem qurmaq ki, Vüqar bir mövqedən hamı topu versin ona, o getsin 5 dənə qol vursun, gəlsin. İndi demək nəsə orada komanda ruhunda məsələdə problem. Amma uşaqlar necəsə təmkini motivasiya ediblər. Çünki təmkin də heç vaxt Azərbaycan çempionatında şeydə oynamadığı, indi Saint-Etienne vurduğu qola bax gör nəyə bəs eləyir də. Yəni ona görə deyirəm ki ona görə deyirəm ki, bu futbolçular hansı ki peşəkarlar var komandalarda, onlar da öz işlərini çox yaxşı şəkildə görürlər. Sadəcə biz hansı ki media adamları ki qoşuluq onun böyünə, biz orada motivasiya məsələlərimizdə problem var. Nismatren motivatordur komandanın. Yəqin ki motivasiya o formada olmayıb ki, o belə deyək də uduzub o mübarizədə. Sual var. Bu deməli peşəkar futbol komandanızda neçə peşəkar futbolçu görmək istəyirsiniz? Biz fikirləşirik, limiti azaltmaq istəyirik sözün açığı. 3 eləmək istəyirik. 2 polyada, 1 zamendə. Bu məsələdə var. Ya da artıraq. Veteranlardan söhbət gedir də. İndi bizdə 3+1-dir, 4. İstəyirik eləyək 2+1. Artmağı ola bilər. Prosta Tural dediyi kimi orada yaş həddi mütləq rol oynamalıdır. Çünki çox çətindir. Məsəl üçün bizim peşəkar futbolçuya qarşı hücumda müdafiəçiyə qarşı oynamaq həm də cavan bir futbolçuya qarşı çox çətindir də. Yəni bunu bir bloger və yaxud da bir müğənni gedib onu keçə bilməz, mümkün deyil. Yəni onunla gələ orada futbolçu oynasın. Ona görə bir də əgər mümkün olsa burada mövqe söhbətində də bir komanda 3 dənə müdafiəçi götürüb oturmağı da düzgündür də. Biz kəlmə-kəlməyə ilə ancaq qapının ağzında söhbət eləmişik. Başqa oyun olmayıbdı. Boyu 90 dəqiqə, yəni bilmirlər zato müdafiəçilər yığıblar, hə. 2 dənə avtobus komanda Sən başa düşdü. Sən nə fikir? 2 dənə qol vurmuşuq, ikisi də sizə. Sən nə etsən? Bir dəqiqə gözlə. Bir dəqiqə kim vurur səndə? Eləyim bircə dəqiqə. Kim Bizdə vurur səndə qolu, qol? siz keçən il bəyənmədiyiniz 2 dənə oğlan. Biri mənim köhnə oyunçuları, bir də Arın. Qardaş, onsuz da Alekber də vurun. Ali Bildim, futbol. Alekber futbol oynaya bilmir ki. O da vurur da 1-1. Veteranlara baxanda, belə olmasın da, bayaq dedikdə 30 yaş limiti. İkincisi millidə oynamaq əsas şərtdir. Heç olmasa nə bilim, bir sezon nə bilim necəsə millidə oynayıb. Bax söhbət ondan gedir də. Gəlib çıxırıq nəyə? Tapılmayacaq. Onda heç olmasa bu insan 2 ya 3 mövsüm Premyer Liqada oynamalıdır. Yəni başqa cür onda nə bilim bu veterandır. Yəni biz danışırıq, bax Vüqar var da, yəni qardaş oynayıb. Bizdə qabaq Vaqif Cavadov da oynayıb, atlardır. Söhbət atlardan gedir. Möhtəşəm sastavlar idi. İlqar Qurbanov idi, hamısı var idi da, yəni. Amma hələ oyunçu çox yoxdur. Bu futbolçular 5 nəfər olsa yaxşıdır, o heç onu eləyək. Çünki bu bütün oyunların gözəl peşəkar futbolçulardır. Biz onların fonunda yaxşı görünürük. Məsələn, onlar da elə çempionat üçün çox peşəkar davranırlar. Yəni özləri belə deyək, nəyi eləyə bilirlərsə heç birini eləmirlər. Sadəcə şərait yaradırlar. Məsələn, dəfələrlə şahidi olursunuz. Qapının ağzına gəlir bir peşəkar futbolçu, özü çox rahat vura bilər qapıya. Heç o 10 metr məsafəni də gəlməz, amma eləmir. Hansısa bir nə bilim aktyora, blogerə, digər şərait yaradır ki, o vursun. O da vura bilmir. Yenidən bu amma o gözəlliyi onlar qatırlar. Amma peşəkar futbolçuların da bir dənə istəklər var onlarda. Biz onu eləsək tapa bilərik o millidə olan dediyimiz kimi istəklər. Uduş fondu məsələsi. Və məsələn, çempion olanda nə baş verəcək onun həyatında dəyişəcək. Çünki bax, məsələn, mən şahidi oldum özüm burada. Elə bizim komandada olan Vaqif Cavadov, İlqar Qurbanov. Məsələn, bu barədə bir suallar oldu. Çempion olduq və nə? Və niyə olduq? Nə idi ki bu? Səbəb nə idi? Və heç bir mükafat əldə olunmadı. Bu peşəkar futbolçu ömür boyu oynayır hardasa çempion olmaq üçün. Onlar onun həmişə nəticəsini görüblər deyə. İndi biz gəlib məsələn burada olanda heç bir olmuyor. Onunla necəsə mükafat fondu təsis eləmək və yaxud nəsə ikinci, üçüncü yerlərə nəsə təsis eləmək ki, onlarda da bir motivasiya olsun, onlar da bu oyuna həvəslə girsin. Biz niyə oynayırıq məsələn mediyən adamlar? Qaçırıq onların yanında. Mənim üçün şəxsən fəxirdir. Qaçıram o cür adamların yanında, hansı ki illərini bu sahəyə qoyublar. Biraz qaçıram, nə bilim, xoşuma gəlir o hisslər mənim, böyük stadion, adamlar bu bizə yaxşı his verir. Amma o artıq ondan bezib.
O onu onsuz da eləyib, ən yaxşısını da eləyib. Ona heç maraqlı deyil ora gələn adam da, orada oynadığı futbolda. Amma onun nəsə mükafatı, siz inanın burada mükafat fondu olsaydı Vüqar Nadirov heç kim qabağını qala bilməzdi. Nə Panenka oyun, nə digər oyun. Ona görə bir də o barədə fikirləşək. 4+1 və mükafat fondu. Onda indi siz baxın ki, nə olacaq. Məncə 3+1 yaxşıdır. Düşünürəm ki, ən azından yəni 3+1 olmalıdır. Amma Elcan əgər təklif edirsə, indi o məndən çox bilir. Daha dalın gözlə də, dalın gözlə. İbrahim, sizdə 3 nəfər ucu çıxdı. Tale, Cavid, Elnur. Niyə? Bizim hamısı, adını çəkdiyiniz adamlar hamısı bizim qardaşlarımızdır, dostlarımızdır. Onların hardasa inciməklərini də başa düşürəm. Amma onlar çıxıbsa, o bizim komandanın problemidir. Düşünmürəm ki, burada siz nəyisə səhv təşkil eləmişsiniz ki, onlar çıxıblar. Onların çıxma səbəblərindən biri də eşidiblər ki, bizlə də danışıblar bu barədə ki, gələn mövsümdə komanda sayı artacaq. Onlar da özlərinə oynaya bilməyən uşaqlar daha çox oynamaları üçün təklif ediblər ki, özləri bir komanda yığsınlar. Hər komandada məncə bu belədir. İstənilən bir komandada narazılıq var və daha biraz müqayisədə zəif futbol oynayan bloger istər-istəməz bəziləri özü başa düşür, az oynayır. Məsələn, bizim komandada Fuad elə oyun olub ki, 15 dəqiqə oynayıb, baxmayaraq ki, komandanın kapitanıdır. Biz təzə reglamentə görə 15 dəqiqə verir hamıya. Bu sezon daha yaxşıdır, 15 dəqiqə hamıya oynayır. Minimum. Onu da deyim ki, indi finala çıxan kəlmə-kəlməni biz elə o adını çəkdiyin uşaqlarla udmuşuq. İkinci hissədə. Yəni bizdə hamı zədələnmişdi. 2 futbolçu ilə oynamışıq, təmkin də oynamırdı. Kəlmə-kəlmə ilə oyunda hamı, bütün uşaqlar, kimin adını çəkirsən, onlar 45 dəqiqə az qala oyun oynayıblar. Və biz onları indi yaxşı ki 40 saniyə bir şey olub yaxşı ki. Və orada biz yəni ki, həmin uşaqlar oynayıblar və həmin oyunu o uşaqlar udublar yəni. O oyuna da daş düşəydi biz utduğumuz yerdə. Kaş ümumiyyətlə oyuna gəlməzdik biz. Ondansa yarım finala çıxıb, yəni tam heyətlə oynayardıq, rahat finalda da indi bu dəqiqə oyunumuzu gözləyərdik. Yəni bizi bədbəxt eləyən elə kəlmə-kəlməyə oldu. Gərək biz tanınmışların, o blogerlərin, müğənnilərin, aktyorların və yaxud da başqa bir tanınmış simaların sayını azaldaq. Məcbur. Ondan sonra elə 3+2 olsun da, yəni 4+1 olmasın, 3+2 olsun. 3+2-də də məsələ odur ki, çağırdığım futbolçu, indi açıq danışaq da, bugün Vüqar Nadirov yaxşı çıxdı oyundan 1-15 dəqiqəlik. Vüqar Nadirov da oynamaq istəyir, o birisi pro futbolçuda oynamaq istəyir. Düzdür, kim istəyir ki, o çağırdığım futbolçuların hamısı, yəni millidə oynayan futbolçunu necə gətirib zəmində oturtmaq olar? Yox, söhbəti yox. Bir dənə siz burada moment nədir? Futbolçuların da çoxu özləri zədələnirlər də. Yəni bu adamlar zədələnir çox oynadıqlarına görə. Sabir, yaxşı bir mövzuya əslində toxundum. Mən bayaq onu demək istəyirdim. Bir də mən təşkilatçılardan bir şey xahiş eləmək istəyirəm ki, ümumiyyətcə mən fikir vermişəm bu liqa boyunca. Mən o qədər də etiraz bildirən adam deyirəm, amma buna böyük etirazım var. Misal üçün, filan ad çəkməyəcəm, filan futbolçunun vaxtı yoxdur gəlməyə oynaya. Qardaş, vaxtı yoxdur. Həmən komanda çıxsın həmən futbolçusuz. Nəyə görə? Yəni Tamerlan bizi öldürürdü də yarım finalda. Və yaxud da hansısa bir adamı dəyişiriksə, məcbur zədələnir də. Ola bilər də normal bir şeydir. Zədələnirsə bunun yerinə adam futbolçu götürə bilərik. Qardaş, göstərsin snimkasını göndərsin. Həkimin rəyini göndərsin. Başa düşmədim. Bəlkə yalandan deyəcəklər ki, filan kəs zədələnib, bugün təmkin zədələnib yerinə misal üçün Kamranı götürüb. Hamımız bilirdik ki, bu adamın yırtığı var təmkinin. Bu hamımız gördük. Bəlkə filan kəsin vaxtı yoxdur deyə yalandan zədələ adından onu dəyişirlər. Açıq danışaq da bugün. Bu düzgün deyil axı. Demək, mənim təklifim belədir. 4+1 məncə çox qəşəng sistem olacaq. Bayaq o məşhurların oynaya bilməməyi söhbəti açıldı. Mən təklif edərəm ki, komandaları 25 nəfər yox, məsəl üçün 18 nəfərin ədədi belirləyərik də. Daha az oyuncu sayı limit qoyar. Və indi Nikonun dediyi var, tamam, məsəl üçün biri zədələnir, yerinə futbolçu zədələnir, yerinə futbolçu götürülür də. Mən onu da daha ciddiyyət olsun deyə belə bir şey təklif edirəm ki, məsələn, bu qrup mərhələsində transfer olmasın. Zədələnsə də qalan futbolçular... Biz nabarot eləmək istəyirik. Biz deyirik ki, qrup mərhələsində olsun, yarım finala çıxdın, dayandı hər şey. Dayandı. Qrupu keçdin qardaş, polfinala çıxdın, transferlər dayandı, bağlandı, sastav komplektovun da, belə deyək. Yəni hələ fikir var. Axırıncı bu sual idi, təkliflər. Yəni nəyi istəyirdiniz dəyişmək? Reglamentdən söhbət gedir, istəyirsiniz. Bəlkə nəsə əlavələr var, nəsə fikirlər var, nəsə kreativ fikirlər var, ideyalar var. Özlərini maliyyələşdirsinlər birinci növbədə. Yəni formalarına qədər özləri getsinlər, pulla alsınlar. Bu birinci növbədə.
özlərinin sponsorlar şey olsun, bazası olsun. Yəni liqadan asılı səviyyədə olmasınlar, asılı vəziyyətdə olmasınlar ki, liqa özü də müəyyən şeylər eləsin. Yəni öz büdcəsi ilə müəyyən şeylər eləsin. İkinci bir tərəfdən daha ciddi yanaşsınlar və komandalar liqaya qoşulanda hansı məbləğlərlə sponsor tərəfindən təqdim olunsun, o da mükafat fondu olunsun. Bu, yəni deyək ki, filan məbləğlə qoşulur komanda, yəni boş-boşuna bu şey baş verməsin, bu proses baş verməsin. Maraq olsun və ciddiyyət tapmadı, kasıbın burada nə işi var? Qaçcama futbol oynayır da burada. Kişi Gəncədən satar bağı həll eləyər də. İndi taparsın, yox var da, indi niyə sən də istəsən taparsan da, sən bir dənə belə eləyirsən, bir dənə story'yə 3 dənə sponsor tapacaqsan da. Olmasın 1-2 gün 4000 manat qoy, ver bura çempionata. Ki komandaların ruhu artıq dəyişəcək onda. Hamı ruhu dəyişəcək, başqa futbol olacaq. Heyətlər də bəlli şəkildə, komandaların Instagram hesabları da var, hamısını şükür Allaha, hamısına başlı çıxan uşaqlardır. Əvvəldən heyətlər orada da çıxsın, göndərilsin heyətlər, təsdiqlənsin. Nə bilim, futbolçu olan futbolçu kimi, no name olan no name. Bir də o no name məsələsini ümumiyyətlə yığışdırmaq lazım. No name nədir? Əgər bir adamın adı varsa, niyə o no name olsun? Yəni ya heç kimdir, ya da kimdirsə də, bildin, no name. Onu yığışdırmaq lazımdır. Hə, bu məşhurdur, bu futbolçulardır. Bu da kimdirsədir. Hə, qeyri sektor, nəsə bir şey, amma mən bir dənə bu mənim deməyim elə məsələlərdən biri də oydu. Komandaların adlarına bir də diqqətlər yetirək. Çünki belə bir yarısı İngiltərə çempionatının 3-cü divizyonudur, yarısı nə bilim Azərbaycan, bir dənə belə Azərbaycan çempionatındayıq. Hə, onda mən təzə başım çıxmadı, mən nə edirəm orada birdən bir. Hə, ona görə deyirəm. Bir də buna diqqət edək, yəni səviyyəli çempionat eləyirsə, bu pul məsələsini həll eləyək. Liqadan asılı olmayan komandalar öz proseslərini özləri maliyyələşdirsinlər. Liqa çəkilişin səviyyəsini artırsın, peşəkar səviyyəyə qaldırsın çəkilişin səviyyəsini. Komandalar özünün stadiona gəliş və digər səviyyələrini, liqa yalnız peşəkar stadionu çempionata qədər, məsələn 2 dəfə, 3 dəfə təmin eləmək özlərinə götürsün, amma ayrı-ayrı vaxtda, eyni vaxtda yox. Digər vaxtlarda isə komandalar özləri məşq eləmək istəyirlərsə, özləri artıq öz hesablarına məşq eləsinlər. Bu, yəni zaten hamı öz hesabına məşq eləyir də. Amma demirəm də, yəni deyirəm yox. Bir də verilirsiniz, amma belə bütün hamı özü məşq eləyir də, yəni hamı Biz məqsad eləmirik. Yoldaşlıq oyunlar oynadı. Özümə görə demirəm, qaqa. Biz məqsad eləmirik. Siz elə maşallah maşallah elə hamı elə odursunuz yəni. Ya. Ha, vallahi nətər olur bilmirəm. Yox, yəni 3 məsələn oyuna qədər 3 dəfə deyirlər ki, məsələn Bayıl stadionunda eləyə bilərsiniz və yaxud Neftçivazada eləyə bilərsiniz. Bunu liqanın ayırdığı vaxtlardır. Məsələn, ayrıldı bizə atırın. Hə, 3 də. Və ayrı-ayrı vaxt siz verirsiniz. Biz ora əgər məşqə gəlmiriksə, komandadan kimsə gəlmirsə, o biz məsuliyyətsiz yanaşırıqsa, o başqa məsələdir. Mənim deməyim nədir? Daha bunu böyük şovlaşdıraq, daha nə bilim komandaların gəlişini avtobuslarına, necəsə belə azarkeş. Bu il bu çempionat məsələn öz adımıza ilk növbədə utandım bizim oyunumuzda. Sağ olsun Aslion, mən indi olduğum oyundan danışıram da, Aslion bizi dəstəkləməsəydi, demək olar ki, bir də mənim o karate müəllimim öz 5-6 tələbəsi ilə gəlməsəydi, mən orada heç oynamağın mənası yox idi. Ki onlar bizə belə dəstək oldular. Amma belə bizim məsələn, danışanda hamımız 900 min belə gəldi, 3 milyon 400 min belə getdi. Əgər biz 3000 nəfərlik, 2500 nəfərlik stadionu doldura bilmiriksə, deməli elə biz hamımız paneli ya, vallahi. Başda mən olmaqla. Ona görə o məsələləri də, promolarını da, hər bir kluba da promolarla bağlı lap relizlər atın ki, siz promonu eləyin. Nə bilim, lap limitlər qoyun ki, məsələn, sizə bu 500 bilet gəlir, siz bu qədər adam bura dəvət eləyin. Növbəti sezonda oyunlar ən qısa zamanda yayımlansın. Çünki indi Elcan bəli-bəyək düzgün deyir ki, bizim izləyicilərimiz var, indi yoldaşlarım vəbşə çoxdur. Amma paylaşım eləyirik, azarkeşin az gəlməsinin səbəbi də onlar bizim storylərdə nə baş verdiyini başa düşmür. Bu liqanın biz nə həyəcan keçirdik, nə cür oyun oynadıq. Onlar görsəydi ki, kimin ayağı qırıldı, sındı, bu cür maraqlı mübarizə getdi. Onlar bunun canlı şahidi olsaydı, bizim storylərdə onda bəlkə də daha effektiv ola bilərdi. İndinin özündə də məsələn artıq final oynanır, amma birinci oyunu hələ heç izləyicilər görməyiblər. Bəlkə də o birinci oyunu görsəydilər, 4-cü, 5-ci oyuna, 3-cü oyuna daha çox adam gələrdi ki, bu birinci oyunu izləmişik, bu çox yaxşı komandadır. Gedək onlara
biz dəstək olaq. Bu media liqadırsa, Birinci ilə, hə. biz məsələn döyüş keçirdirik. Biz döyüş keçirilən kimi çalışırıq ki, tez bir həftə ərzində birinci konfransı verək. Konfransdan gələn həftəyə bir həftədən sonra bir döyüş verilsin. Növbəti həftə yenə konfrans, bir dəfə də yəni bu proses belə işləyir. Niyə? Çünki bu bugünkü gün sponsorlar hamının yaralı yeridir və istər-istəməz burada olan media liqada olan blogerlar, idmançılar sayı heç bir layihədə yoxdur da. Yəni söhbət gedir nədən? Yəni aydın məsələ burada kimi və burada olan gücü düzgün istifadə etmək üçün bir dənə storylər az eləyir. İkincisi çarpaz storylər olmalıdır. Hər bir bu bugünkü günlər hər komandada olan iştirakçılar, onların da bir reqlament olmalıdır ki, məsələn burada sən 5 dənə story eləyirsən, burada 2 post eləyirsən. Məsəl çəkirəm də, çünki o sonradan deyəndə effekt olmur. Deyir eləmirəm, məsələn, sonra yəni qabaqcadan məsələn Zayevkadan qabaq bir istərsən bir tapşırıq olmalıdır. Çünki burada hamının marağı odur ki, komanda iştirak eləsin, media liqa inkişaf eləsin, sponsorlar qatılsın. Məsələn Elcan deyir ki, orada bir fond olmalı, düz deyir də. Yəni bugünkü günləri interes hamı üçün var, maraqlıdır. Söhbət intereslə oynayanda, istər-istəməz fond olanda o daha çox can atırlar. Yəni insan olur deyir ki, mənim vaxtım yoxdur gəlməyə, məsəl çəkirəm də. Ancaq deyir məsələn birinci, ikinci sezonda daha tanınmış futbolçular marka olaraq Vaqif Cavadov idi, yəni İlqar Qurbanov idi, çox idi. Ancaq indi baxırsan ki, məsələn bir sezon oynayan futbolçu ikinci sezon oynamır, üçüncü sezon başqaları gəlir. İndi təsəvvür edin ki, bu bütün o futbolçular qalsa oynasalar nə böyük effekt olar da, həm aralarında olan ona görə məncə bu medianın media liqa olduğuna görə sırf media qanunları var da, qaydalar var. Onlar həm də ki sırf indi bilmirəm sizdə kim bu montaj işinə baxır, yaxud da yəni nə qədər tez verilsə, onun düzdür ki, effekti daha çox olar. Çünki məsələn biz oyunumuzu gözləyirik. Mən deyirəm, nə vaxt olacaq? Biz 2 ay bundan qabaq oynamışıq da. Yəni belə bir şey yoxdur da. Yəni istə ikinci oyun oldu. İkinci oyunda bir dənə axıra kimi fikrimi deyim qardaşımsan. İkinci oyunda biz gol vurmuşuq. İndi bu günə kimi mənim üçün maraqlıdır ki, o gol qoldu yoxsa yox. Yəni indi deyirlər, mən sizə inanıram. O maraqlıdır da mənim üçün, ən azından mən görmək istəyirəm də. Yəni baxmaq istəyirəm çünki mən o momentdə olmamışam orada. Bir moment var da, bax mən razıyam o videonun çıxmaması ilə də. Ancaq sezon başlayır, düzdür? Biz danışmışdıq ki, müəyyən qədər postlar olunacaq, olunmadı. Sezon əvvəlidir də, qardaş. Siz Raskaç... Bax. Bildim də. Sizə düşən bildim. Sizin üstünüzə düşən məsuliyyəti siz prosta eləmədiniz. Bu da sənin mənə iradındır. Mən onu yox. Burada bilirsən, problem bilsən nədədir? Burada söhbət qəbul eləmir. Biz onsuz da eləyəcəyik hələ. Yəni biz dəyişəcəyik nə isə, o dəyişəcək, bu dəyişəcək. Prosta siz tərəfdən dəyişiklik görmədik. Burada yığışdıq, oturduq, danışdıq. Raskaçka deyilən şey var. Hər insanın, belə deyək də, indi media adamları kim kontentlə işləyir, ola bilir ki, kontent bölünür. Daha başqa şeyləri var, vayınlar var, kim oturub baxır, like qoyur, çıxdı getdi, like qoyur, çıxdı getdi, vəsə, əhəmiyyət vermir. Da oturdu, güldü, baxdı, elədi, dincəldi özü üçün, vəsə. Priziv momenti var, stalknoveniya momenti var, heç kimdən Niko o səfər söz atdı Ələkbərə, Ələkbərdir, mənim reputasiyam var. Hansı reputasiyadan söhbət gedir, hindiyənə ki, tapa bilmədim, mən o. Demirəm, görsən onu bilirəm eləmişsiniz deyə, o möhtəşəm idi əslində. Gələn turnirdə ümumiyyətlə təşkilatçılar oynamasın. Super olar, super. Danışırsa bu günləri, bir dəqiqə, bu günləri, yəni mənə görə, yəni oturub hər şeydən danışırıqsa, yəni istəyiriksə ümumiyyətlə gələcəkdə media liqa uğur qazansın. Yəni düzgün, yəni bu əsas məsələlər indi danışıldı. Medianın düzgün raskaçkasından söhbət gedir. Mən təşkilatçıyam, istərsən mənim komandam var, o da mən təşkilatçıyam. İstərsən bu biraz da olsa sudyalar tərəfə istədin, hər bir Смотри da indi ya sa stороны da mən özümün sa stороны deyirəm də indi. Yəni çox sağ olun gəldiniz. İnşallah 4-cü mövsümdə ya da bizim üçün 3-cü mövsümdə görüşərik. 4-cü mövsümdə təşkilatçı oyunu